Belə realistik laminat materialını necə eləmək olar? Corona Physical MTL materialını yaradırıq və obyektimizin üzərinə əlavə edirik. Maps bölməsində General və Multi-Texture kartını açırıq. Main Effect-ə Add Bitmap və bizim laminat teksturalarımızı əlavə edirik. Bura Color Correction əlavə edirik. Color Correction-ı Base Color bölməsinə əlavə edirik. Teksturamız əlavə olundu. Teksturaya reallıq qatmaq üçün Multi-Texture-ya keçid edirik və qammamızı dəyişirik. Məsələn, maksimal 1 qoyuram. Görürük ki, teksturamızın bəziləri tünd, bəziləri açıq, bəziləri tamamilə ağdır. Bu qammanın effektidir. 0-1 edirik. Gördüyünüz kimi teksturamız hardasa tünd, hardasa daha açıq, bu daha real görsənir. Materialımızı biraz da çətinləşdirək. Multi-Texture bölməsini kopyalayırıq. Randomumuzu 0-a qaytarırıq. Color Correction-dan keçirdirik. Color Correction-a keçid edib saturasiyanı azaldırıq. Ağ-qara teksturamız olsun. Materialımıza qaydırıq. Materialımızın rəngini tünd edirik və aşağıda Base Color-ımızı söndürürük. Tünd materialın üzərində reflektləri yaratmaq daha rahat və ağ-qara Color Correction-ımızı Base Roughness bölməsinə əlavə edirik. Materialın parlaqlığı və matlılığını Color Correction-dan düzəldirik. İstədiyimiz effekti əldə edəndən sonra materialımıza qaydırıq və Base Color-ı yandırırıq. Mən Color Correction-ı Maps, Corona Bump Converter-dan keçirdirik və Base Bump bölməsinə əlavə edirik. Stretch bölməsində 0-0-7. Laminatımız çox açıqdırsa, Color Correction bölməsində Advanced-da biraz onu tündləşdiririk. Laminatımız hazırdır. Sən də realistik materiallar yaratmaq istəyirsənsə kanalımıza abunə ol. Yeni dərslərimizi qaçırma.